Ötən gün paytaxtın Binəqədi rayonu Xırdalan Binəqədi şosesində yerləşən Leykatelin 4 işçisinin Cavidan Muradlı, Emil Quliyev, Eltac Əliyev və Əkbər Zeynalovun iş görən zaman ölümü ilə nəticələnən hadisədə təqsirləndirilən icarədar həbs olunub. Barəsində Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb. Toplanmış sübutlarla Leykatelin icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində quraşdırılan və həyata keçirilən işlər zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulmasına əsaslı şübhələr müəyyən olunub. Ağasif Verdiyev cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam edir. Ağasif Verdiyevin barəsində Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.